Salam hamıya, bugün sizə bu əjdaha dərisi naxışından vilur ipdən adyal toxumağı göstərəcəm. Çox asan naxışdır, çox tez toxunur, amma sap sərfiyyatı da az deyil. Elə şiddətli dərəcədə çox da deyil, amma yəni bundan daha qənaətli naxışlar da var, belə deyərdim. Alize Velluto sapından toxunmuşam. Sapların rəngini itirməmək üçün belə bir şeylər eləyirəm. Yəqin ki, bunu hamı eləyir. Belə daha rahatdır. Deməli, fərqli ölçülərdə elədim. Bunun ölçüsü biraz balacadır. Bu düz üzü görsənəcək. Tərs üzü belə görsənir. Sap birləşmə yeri. İndi yeni rəngi birləşməsini də göstərəcəm sizə. Deməli, bu bir rəngi, bu da ikinci rəngi. Burada 3 rəng istifadə elədim, amma yaşıl rəngi 2 dəfə istifadə elədim. Bir sıranın başında, bir də ən sonda. Bunun da arxası belə görsənir. Tərs tərəfi. Rəng birləşdirilən yerlər hamısı. Gəlin başlayaq. Birinci sizə rəng seçməyini göstərim. Deməli, girirsiniz Pinterestdə. Orada yazırsınız Color Combinations Palette. Oradan çıxacaq ümumilikdə cürbəcür rənglərin birləşməsi, qruplaşması. Oradan özünüzü seçə bilərsiniz. Ya da ki, məsələn, məndə bu narıncı sap var idi. Bunu nə ilə birləşdirəcəm bilmədim. Çünki çox yarki narıncıdır. Girdim Pinterestdə, yazdım Orange Color Combinations və bunu seçdim. Rənglərə baxın. Burada tünd bozdur və onun açıq tonu, narıncı və onun açıq tonu. Mən 3 rəngi seçdim. İndi mağazində əldə olan rənglərə görə də seçmək lazımdır. Çünki burada paletlərdə elə rənglər göstərirlər ki, məsələn, dükanda yoxdur, məcbur deyil onu alasınız. Onun yerinə məsələn bu 3 rəngi seçdim. Fikirləşirəm ki, yaxşı da tutuşdu. Yəni bu yaşıl qara üçün də bunu seçdim. Deməli, baxın. Bu interyer üçün də, amma paletkasını qoyublar bura. Qara, tünd, yaşıl, sarı təhər, bu xaki də ola bilər deyə bilərik. Açıq, bej rəngi falan, bir də belə variant da var. Həmin rənglərdir. Yəni belə şəkildə seçə bilərsiniz. İndi burada da məndə bu rəng yoxdur. Ağ rəng işlətmədim. Sonra burada da bu sarı yoxdur. Bunu heç sevmirəm bu rəngi ona görə. Ən yaxşı bu rəngləri seçdim. Çox da gözə çarpan deyil. Göz yorucu deyil mənə görə. İstədiyiniz rəngdə seçə bilərsiniz. Ümumiyyətlə, bütün adyalı hamısını bir rəngdə eləyə bilərsiniz. Onda problem yoxdur. Gəlin toxunmasına baxaq. Toxuyanda deməli zəncirlə başlayırıq və bu zəncirləri də yaxınlaşdıraq. Deməli, tək sayda miqdarda seçirik. Okay. Bir də bunun quyruğunu belə biraz uzun saxlayıram. Çünki uclarını gizlədəndə bu sap sürüşkən olduğuna görə, velur sap sürüşkən olduğuna görə uzun yerləşdirməsi, uzun saxlamaq məsləhətidir. Amma bu mənə görə rahatdır, bu şəxsi tərcih məsələsidir. Mənə belə rahatdır. Gizlətməyə də çalışaram, göstərim bu videonun sonunda. Tək sayda zəncir yığırıq. Necə? 3, 5, 7, 9, 11, 13, 15, 17, 19, 21 və s. Getdik, başlayaq. Deməli, birincini belə toxuyuruq. Ən birinci zəncirimizi yaradırıq. Bu zənciri biz saymırıq. Çünki bu işlək zəncirdir. Milçənin üstündə olan zənciri heç vaxt hesaba almırıq. Buradan nümunə üçün 9 dənə zəncir toxuyacağım. 1. Oy, tərs tərəfə getdik. Çaşdırdım özümü. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Milçəm 8 nömrə milçədir. Əl sıxlığınıza görə özünüz baxın. Yəni mən Alize Velluto üçün 8 nömrə milçə işlədirəm. Nəsə toxuyanda siz 1-2 ölçü böyük və yaxud kiçik götürə bilərsiniz. Deməli, yadımızda qalır ki, biz milçənin üstündə olan ilməni heç vaxt saymırıq.
Ondan sonra gələn zəncirləri 1, 2, 3 və bu üçüncünün içinə buradan belə keçirik. Sap alıb çıxardırıq ön tərəfə. Baxın, milçənin üstündə 2 dənə ilmə var. Bunun sap alırıq, ikisini bir yerdə toxuyuruq. Deməli, biz təməl sıramıza toxumağa başladıq. Birinci sıranı toxuyuruq. Bu bizim atmasız sütunumuzdur və sıranın sonuna qədər atmasız sütunlar toxuyuruq. Hər zəncirin içinə bir dənə atmasız sütun toxuyuruq. Bu naxışda bir dənə yaxşı şey var ki, daima hesablama aparmaq lazım deyil. Hesablamanı ancaq əvvəldən eləyirik. Qalanın isə özü gedir. Baxın, bu son zəncirimiz. Bunu da içinə toxuyaq. Birinci sıranı bitirdik. Deməli, 3 dənə zəncir toxuyuruq buradan. 1, 2, 3 və çeviririk. Deməli, baxın, bu 3 dənə qaldırdığımız zəncir bu yerdən, bu təməldən çıxır. Ona görə indi növbəti nə toxuyacaqsa, bundan sonra gələnə toxuyacaq. Və bu sırada da bu ikinci təməl sıramız olacaq. Burada da bir atmalı sütunlar toxuyuruq. O nədir? Bir dəfə sap alırıq milçənin üstünə. Gedirik bu gedəcəyimiz yerin içinə. Sap alıb çıxardırıq. Milçənin üstündə 3 dənə ilmə var. Bunları 2-2 toxumaq lazımdır. Sap alıram, ikisini toxuyuram. Sap alıram, ikisini toxuyuram. Bu qədər. Bunu da eyni şəkildə sona qədər davam edirik. Birinci sıradakı, baxın, bu birinci sıradakı atmasız sütunların başında belə hörük kimi zəncirlər var, ilmələr var. Onların içinə hamısına bir atmalı sütunları toxuyuruq. Tak, sona yaxınlaşaraq. Bu son tam ilmədir. Baxın. Sonda bax, bu kənarda duran bu var. Bunun içinə keçmək lazımdır. İkinci təməl sıramızı bitirdik. Keçirik üçüncü sıraya və artıq naxışımızı formalaşdırırıq yavaş-yavaş burada. 1, 2, 3. Çeviririk. Baxın, burada bu sütunlarımız yanbayan durub, düzdür. Bir də bax, bu 3 dənə zəncir toxuduq. Elə bu birinci də 3 dənə zəncir idi desən. Yox, bu zəncir deyil, bu sütundur. Deməli, bu sütunun üstündən bu zəncir çıxır. Bu bir sıra düz olur yuxarı. Sonra indi bu sütun var, bunun üstünə toxuyacaq. İndi bir-bir bunların üstünə toxuyacaq. Amma yanaşı eyni şey toxumayacaq. Bir dənədən biri. Deməli, kənarımız belə düz oldu. İndi bu növbəti gələn bu aşağıdakı sütunun ətrafına yuxarıdan yeni bir sütun birləşdiririk. Necə? Buradan 1, 2 dənə atma alırıq. Milçənin üstünə. Keçirik bax bu sütunun arxasına belə. Sap alıb çıxardırıq. Qəşəng dartın, qorxmayın. Deməli, baxın, milçənin üstündə 4 dənə ilmə var. 1, 2, 3, 4. 2-2 toxumaq lazımdır. Sap alıram, ikisini toxudum, 3'ü qaldı. Sap alıram, ikisini toxuyuram, ikisi qaldı. Sap alıram, ikisini toxuyuram və bitdi. Okey. Baxın, bunun üstündə bu var. Bunun üstündə bu var və artıq bu gəlir. Bir dənə 2 atmalı sütundan sonra biz adi bir atmalı sütun toxumalıyıq. Elə bir ki, bir dənədən bir. Növbəti sütunun başına keçirik belə. Okay. Baxın, bu sütunun üstündən bu adi sütunu elədik.
İndi növbəti bu aşağıdakı sütunun üstünə ya ətrafına belə deyək. Bu iki atmalı sütunu uzunu birləşdirməliyik. 1, 2 və getdik belə. Yenə 4 dənə ilməmiz var. 2, 2 toxuyuruq. Deməli, baxın bu aşağıdakı sütunun ətrafına bu yeni uzunu birləşdirdik. Növbətiyə isə yenə adi bir atmalı sütun toxuyuruq. Belə bu şəkildə bir dənədən bir, deməli, adi sütun, 2 atmalı, 1 atmalı, 2 atmalı, 1 atmalı, belə davam edirik. Yenə 2 dənə atma toxuduq. İndi burada fikir verin. Sıranın sonuna adətən baxın 2 dənə belə bir şey qalır. Bir sütun, bir də bu zəncirlərlə. İkisinə də bir atmalı sütun toxuyacaq. Sıranın sonuna adətən belə bir şey qalacaqdır. Burada son 2 dənəyə yalnız 2 dənə bir atmalı sütun toxuyuruq. Bu zəncirdir. Buradan belə sayırıq da 1, 2, 3, 3 dənə zəncir toxumuşduq orada. Ən yuxarı zəncirin içinə belə keçmək lazımdır. Okay. Bakın. Bu naxışımız yavaş-yavaş formalaşır. Özünü bir uzə verir. Bakın bu uzadılmış. Bu 2 atmalı. Bu 1 atmalı sütun. Bu 2 atmalı sütun. Bu 1 atmalı sütun və s. İndi buradan çeviririk. Burada sapını da qutarır. Eğer sapınız varsa davam eləyin. Sapınız bitirsə, gəlin elə sap birləşməni də göstərim sizə. Bir dəfəlik. Tutalım ki, rəng dəyişirsiniz. Prinsip eyni şey olacaq. Sadəcə sapı, yeni sap birləşdirməyi göstərəcəm. Burada da çalışın ki, bu quyruğu uzun saxlayın və yeni birləşdirəcəyiniz sapın da ucunu biraz uzun saxlayın. Mən hardasa bir 15-20 cm saxlayıram. Deməli, baxın, biz son sütunu necə toxunmuşduq. Deməli, bax, bu ilmənin çıxdığı yerə mən bu milçəni yenə salıram. Bu ikisini də belə götürmüşüm. Bunu dartıram. Və bu yeni sapı birləşdirirəm bura. Bu qədər. Bunu toxuyarkən məsləhət verdiyim odur ki, bir sıranı bütöv bir rənglə eləyin. Yəni sıranın ortasında rəng dəyişməyə məsləhət görmürəm. Eybəcər görsənəcək, səliqəsiz görsənəcək. Buna görə də baxın, məndə hər yumaqdan belə bir puçoklar qalıb. Düzdür, elə də çox deyil, amma yenə də qalır. Yəni sıranın səliqəsi görsənməsi üçün belə qalır. Çünki bunu da toxuyub bitirsəydim yumağı sonuna qədər, bu sıra düz ortada bitəcəkdi, sıranın ortasında. Bu rəng. Sonra bu rəngi də yeni rəngi birləşdirəndə sıranın ortasında görsənir. O səliqəli olur. Başım belə bir qənaətsiz bir metod əmələ gəlir. Okay, buradan birləşdirdik. 1, 2, 3. Yenə 3 dənə zəncir toxuduq. Çeviririk. Deməli, indi biz tərs üzdəyik, düzdür? Biz eyni şeyi eləyəcəyik. Elə bir ki, baxın. 1 atmalı sütun, 2 atmalı sütun, 1 atmalı sütun. Deməli, biz nə edirik? 2 atmalı sütunun üstündən 1 atmalı sütun toxuyuruq. 1 atmalının üstündən 2 atmalı toxuyuruq. Yəni, uzun sütunun üstünə qısa, qısanın üstünə uzun toxumaq lazımdır ki, bu görünüşü əldə eləyək. Bunu da biz tərs tərəfdən eləyəcəyik. Hələ onu necə eləyək? Deməli, baxın, bu kənar sütunun üstündə bu 3 zəncirimiz var. Yeni 2 dənə atma alırıq və bu ikinci, baxın, bunun ətrafına toxuyacaq, amma ön tərəfdən. Deməli, baxın, tərs tərəfdən milçəni belə salıram, buradan çıxardıram. Buradan sap alıram. Çıxardıram belə. 4 dənə ilmə var. Bayaqki kimi 2-2 toxuyuram.
1, 2, bu da 3. Görünüşə baxın. Eyni bu şeyi eləyirik. Sadəcə əks tərəfdən. Okay. İndi getdik. Növbəti sütunun üstünə adi bir atmalı sütun toxuyacaq. Bir dənə atma alıram bura. Sürüşün. Belə. Sonra baxın növbəti yerə yenə uzadılmış növbəti sütunun arxasında yenə uzadılmış sütun eləyəcəm. 1, 2 dənə atma. Mən bunu belə əlimlə saxlaya bilərəm. Əgər sürüşürsə buradan keçirəm arxadan. Belə. Və yeni növbəti sütunun başına bir atmalı sütun. Sonra yeni 2 atmalı sütun. Və bura. Və fikir verin, son 2 sütunun üstünə yenə bir atmalı sütun toxuyacağım. Bu da yenə 1, 2, 3, 3-cü zəncirin içinə. Okay, bunu da bitirdik. Buradan yenə 3 dənə zəncir toxuyuruq. Və çeviririk. Və yenə davam edirik bayaq elədiyimizi. 2 dənə sap alıram. Baxın, biz dedik ki, qısanın üstünə uzun, uzunun üstünə qısa toxumalıyıq, düzdür? Uzunu isə burada bayaqki kimi arxasına keçiririk bu şəkildə. Sonra növbəti sütunun başına belə keçirik. Bir dənə bir atmalı sütun. Burada isə uzun sütun gəlir. Bura bir dənə bir atmalı sütun. Və yenə. Və yenə son 2 sütun. Sadəcə bir atmalı sütun toxuyuruq. Bu qədər. Belə qəşəng toxuya gedirsiniz. Bu naxışı tək bu sapla yox, başqa rənglərlə də toxuya bilərsiniz. Gəlin sizə sapı gizlətməyi də göstərim. Bunu buradan yenə uzun kəsəcəm. Bir dəqiqə. Baxın, belə sapın ucuları qalıb. Əvvəla bunu buradan axıra qədər çıxardıram. Çevirirəm tərs tərəfə. Birini göstərəcəm. Deməli, bizə belə iynə lazımdır. Ucu qalın. Üzr istəyirəm. Belə keçirdirəm. Deməli, bu boz sapı ağ tərəfə keçirtməyəcəm. Çünki görsənəcək. Yenə tərs tərəf olsa da eybəcərlik yaratmayaq. Baxın, burada bu sütun var. Bunun içi ilə keçəcəm. Bu sıraya birləşdirəcəm. Baxın, bu hardan gəlir. Buradan sakitcənə, yavaşcana belə keçək. Belə.
Bunu çəkəndə çox sıxmayaq ki, bunu büzüşdürməsin. Çünki çox sıxsaz bax belə büzüşəcəkdir. Olmaz. Nə nəzərə almaq lazımdır. Okey. Deməli bu bizdə nədir? Bu bizdə iki sıranın birləşməsi, birləşdiyinin yeridir də. Bir sıranın bitdiyi və digər sıranın başladığı yerdir. Və burada yavaş-yavaş birləşdiririk. Baxın, 2 dənə ilmə götürürəm belə randomuna. İkisini. Bu 1, bu 2. Belə keçirdim buradan. Yenə nəzarət edirəm ki, çox sıxışdırılma olmasın. Bu son keçirdiyimin içindən bir də qayıdıb keçirəm. Və keçirəm yenə buralardan növbəti bir dənə də ilmə götürməyə. Çox sıxmıram. Və yenə bu sonuncu çıxdığım yerə qayıdıram. Ora bir də keçirəm. Və yenə növbəti bir dənə ilmə. Elə 2-2 götürürəm. Və son götürdüyümün içinə bir də qayıdıram. Belə. Sapı uzun eləyirəm ki, sapın uzunluğunun sonuna qədər belə tikə-tikə gedirəm. Bu adama bir rahatlıq da verir ki, yaxşı bərk olacaq. Hər nəysə, indi tutalım ki, sapı bitirdik. Buradan ucunu biraz cana belə kəsirəm. Bu ucu məsləhət görürəm zajiqalka ilə biraz cana yandırasınız. Yandıran kimi də sırası əlinizlə belə eləyin. Belə bu pozada qalsın içinə, okey? Görürsünüz, sərgəli olacaq, görsənməyəcək. Burada da baxın, tərs tərəfdə birləşdirmələr var, görsənməyəcək. Ona görə bu sapda ucluğu uzun qoymaq məsləhətlidir. Bu da bizim dərsimiz. İnşallah ki, xoşunuza gəldi.